Oğuz rayonunda bir sıra yaşayış məntəqələrinin yol infrastrukturu yenidən qurulmağa başlanılıb. Rayonun Calud, Mollalı, Yemişənli, Dəymədərə, Tərkeş və Dəymədağlı kəndlərində avtomobil yollarının əsaslı təmiri məqsədi ilə dövlət başçısı müvafiq sərəncam imzalayıb. Bu məqsədlə hazırda kənd yollarında su ötürücüləri qurulur, yollara ağır texnikalar vasitəsilə qum tökülərək hamarlanır. Yol abadlıq, rahatlıq deməkdir. Tərkeş və digər kəndlərdə yolların bərbad olması isə hər kəsi narahat edirdi. Artıq bu problem həllini tapmaq üzrədir. Bu yolumuz çox pis gündə idi. Geliş-gəlişimiz pis idi. Balalarımız məktəbə, rayona gedə bilmirdik. Allah prezidentimizin canını sağ eləsin. Sərəncam verdi. Bu yolun asfalt örtüyü çəkilməsini. Hal-hazırda yaxşı işlər gedir. Əlaqədar təşkilatlara da çox sağ ol deyirəm. Allah onların canını sağ eləsin. Allah prezidentimi yenə də canını sağ eləsin. Allah onu daim eləsin. Qeyd edək ki, Qara Məryəm, İsmayıllı, Şəki magistralını 4000 nəfər əhalinin yaşadığı Calud, Mollalı, Yemişanlı, Dəymədərə, Tərkiş və Dəymədağlı kəndləri ilə birləşdirən avtomobil yollarının əsaslı təmiri məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 1,5 milyon manat ayrılıb. Tikinti işlərinin ilin sonuna kimi tamamlanması nəzərdə tutulur. İlkin Akifoğlu, Ceyhun Əhmədov, SSV Xəbər, Oğuz.